Azər müəllim, bəs bir kişinin məsələn həqiqi sevgisini necə bilmək olar? Qadına qarşı. Fərqi yoxdur. Biz gəl bunları cinsə bölməyək. Sevgi, ailə mövzusuna görə dedim mən onu. Adətən qadınların iddiası budur ki, mənə diqqət ayır. Haqlı olaraq, əsas da diqqət də indi məsələn vaxtdır da, vaxt. Bu günləri ən defisit olan bir şey vaxtdır. Mənə vaxt ayır, mənə diqqət ayır. Bu bir bölmədir əslində. Əslində fədakar eşqin göstəricisi fədakarlıqdır. Fədakarlığı nədir deyirsiniz? Bir sizə sual verilmişdi, onu mən həqiqətən çox paylaşmışdım. O qədər içdən onu düz deyirsiniz ki, yəni bir qadın olaraq bunu təbii ki izah eləmək istəyirəm. Dediniz ki, fədakarlığın içində qadına diqqətdir, bilməlidir ki, yəni qadına nəvazişdir və qadının öhdəliklərini yerinə yetirməkdir. O öhdəliyi də hətta açdınız, belə danışdınız. Bəli. Həqiqətən də, yəni mən düşünürəm ki, bir qadın olaraq onu çox düz vurğulamışsınız. Bir məsələ var ki, bayaq necə dedik, insan özü yaxşı olsa, bütün işlərdə yaxşı olacaq. İnsanın fədakarlıq olsa canında, fədakarlıq nə deməkdir? Yəni egonun olmaması. Bəli. Özündən, yəni özünü sevməməsi düşünürəm. Bəli, özünü sevməmək yox, qarşısındakına bəli, dəyər vermək insanın fədakarlığı.